qonaqlarımıza, tədbir iştirakçılarına ətirşə haqqında məlumat verəsiniz və əlbəttə ki, biz yenidən növbəti spikerlərimizlə tədbirimizi davam etdirəcəyik. Xoş gördük sizi. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Bugün sizə qısaca ətir ümumiyyətlə nədir məlumat vermək istəyirəm, ətir barədə, parfüm barədə. Təəssüflər olsun ki, biz şirkət olaraq çox qarşılaşırıq. Əsas bizə verilən suallardan biri ətir haqqında olanda ətirin qalıcılığı olur, falan olur. Ümumiyyətlə ətir nədir? Ətir əslində bir dünyadır. Çünki ətir qoxularla əlaqəlidir, ətir emosiyalarla əlaqəlidir. Hər bir insanın öz qoxusu var. Qoxular həddən artıq çoxdur və qoxular insanı başqa bir aləmə aparır. Misal üçün bir neçə ətiri sizə misal çəkmək istərdim. Bayredo bibliotek ətri var məsələn. Orada müəllif kitabxana atmosferini canlandırmaq istəyir və onu istifadə edənlərin bu atmosferə düşməsini istəyir. Yəni ətrin bir fəlsəfəsi var həmçinin. Son dönəmlər Megamar ətri var idi. O da biraz populyar idi. Orada məsələn ətrin parfümeri Alessandro Gualtieri qayıqda üzürsüz dənizdə və o atmosferi canlandırmaq istəyir. Yəni ətrin əsas köklənəsi bir nöqtəsi onun fəlsəfəsidir. Yəni orada müəllif nə demək istəyir? Həmçinin ətirdə, parfümdə proyeksiya var. Proyeksiya nədir? Ətri ki, üzərinizə vurursunuz, sizin üzərinizdə bir ətir buludu olur. Və o ətir buludunun sərhəddi ətrin proyeksiyasıdır. Yəni bu ayrı bir meyardır. Ətrin fəlsəfəsi bir ayrı bir meyardır. Təbii ki, bunlar hamısı keyfiyyət meyarlarıdır. Həmçinin ətirdə belə bir şey var. Bəzən liftdən çıxırsınız, görürsünüz, havada bir qoxu qalır, qoxulu iz qalır. Bu isə şleyfdir. Ətrin şleyfidir. Bu ayrı bir meyardır və bu ayrı bir ətrin xüsusiyyətidir. Ətrin bir dənə də xüsusiyyəti var ki, hansı ki, son dönəmlər bu daha çox populyardır. İnsanlar biraz təəssüflə doğuram ki, buna çox kökləniblər, amma ehtiyac yoxdur buna çox köklənmək. Ətrin qalıcılığı. Ətrin qalıcılığı isə əslində keyfiyyətlə əlaqəli deyil, sadəcə ətrin tərkibində olan ingrediyentlərin uçuculuğuna əlaqəlidir. Yəni sırf keyfiyyətə bağlı bir şey deyil. Burada da təbii ki, rol oynayır, ətri nəyə vurursunuz? Temperatur, dərinin yağlılığı. Məsələn, yağlı dərilərdə ətir daha çox qalır, quru dərilərdə daha az qalır. Hava istidirsə daha çox ətir uçur belə deyil və qalıcılığı azalır.